Herkese salam. Bugün biz izah edirik preposition'dan müəyyən suallar izah edirik topludan. Əgər ki prepositionu başa düşmürsünüzsə, hər videoda deyirəm, yenə deyəcəm. Preposition qətiyyən əzbər deyil. Mənim tamamilə hər birini bircə izah elədiyim, qaydasının izahını verdiyim bir videom var. Gedin ona hökmən baxın. Orada da müəyyən təsərrüf işləmişəm. Burada da indi müəyyən təsərrüf işləyəcəyik. Onda da başa düşəcəksiniz ki, hər şey necədir. Maraqlı suallar var bunlar arasında, baxmışam. İndi girək bir baxaq. Hansı sualları izah eləmişəm? Hamısını izah eləməmişəm, belə şairlədiyim suallar izah edilib. Bunlara baxaq, başa düşək. Vəsə, bunlar. Gedin oradakı izahlara baxın. Ondan sonra gəlin buradakı test işləyin. Hər şey aydın olacaq. Gəlin davam edək. Biz burada görürük ki, və preposition tərcümə ehtiyacı istəyən mövzulardan birisidir. Tərcümə harada ehtiyac ola bilər? Conjunction'da, daha sonra preposition'da. Başqa da ehtiyac ola bilər. Başqa heç birində lazım olmur desin. Əsas elə bu ikisindədir. Ağlıma gəlsə başqa videolarda da deyərəm, ancaq ağlıma gəldiyi qədərilə ən çox ehtiyacı olan tərcüməyə budur, digərləri full qaydadır. İndi davam edək. Deyir ki, bizim üçün burada I'm staying at the Smiths. Mən Smithlərdə qalıram. Mr. Smith and her family. Cənab Smith və onun ailəsi. Yəni ki, deyir ki, mən Smithgildə qalıram. Və burada apostrof s qoyursa, bunu mən izah eləmişəm case of noun-da. Burada belə apostrof s qoyursa, Smithgildə qalıram. Kim ilə qalıram? Cənab Smith və onun ailəsi with olacaq. At yanında deməkdir. Yəni yanında deyirsə, məsələn, məktəbin yanında, nə bilim, nəyəsə yanında da bir şey olmalıdır. Bu şəkildə. From Smith'dən, onun ailəsindən qalıram. To a mənası var. Və üçün mənası var. Və mak mənası var və heç biri burada ehtiyac deyil. Of, ının mənası var. Ehtiyac deyil. D variantı ən optimal variantı idi burada. Əla, gözəl. Burada bizim üçün answer verilibdir. Answer üçün və visit üçün bizim müəyyən qaydalarımız var idi. To visit olsa və to answer olsa, bunlar nə deməkdir? Cavab vermək. Və indicə mən nə dedim? Mən sizə indicə nə dedim ki, to-nun həm də nə mənası var? Mak mənası var, düzdür? İndi bax, buradakı deyir cavab vermək. Okay. İndi burada bu nə oldu? Yəni verb oldu da, yəni ki, feil oldu, düzdür? Bir də var deyirəm, visit. Bu, to answer cavab vermək deməkdir. To answer cavab vermək, to visit ziyarət etmək, baş çəkmək, ziyarət etmək deməkdir. Visit isə ziyarət deməkdir. Ziyarət. Answer isə answer yox ha. Answer. Cavab deməkdir. Və burada bu nə oldu? Bu noun oldu. İndi yadında saxlayırsan ki, bunlardan sonra bir to gələ bilər ya da ki, gəlməyə bilər. İndi bu nətər olur? Bax, burada mən sizə deyəndə ki, bu verbdir. Elə mak mənasında. Yəni, burada to-su var. Elə. Və əlbəttə ki, səhər cümlənin içərisində to verməyəcəkdir. Necə ki, bax, burada to verməyibdir. Sən bunu hardan biləcəksən? Bu, biz keçmişik ki, SVPT qaydamız var da, writing part 1-də izah eləmişəm. Subjectdən sonra nə gəlir? Bu gəlir. Yəni ki, verb gəlir. Düzdür, fail gəlir. İndi bax, bu nədir? Bu sənin subjectindir də. Yəni, bu da sənin verbin olacaq. Düzdür. Həm də fikir ver, bu hansı zamanda? Present perfectdir. Başım, indi bu sənin verbin oldu. Düzdür. Verb olanda nə edirsən? Verb olanda deyirsən ki, bax, burada to-su var deyənə, bundan sonra bir dənə də to qoymuram. Yəni, visit və answer verb olanda cavab vermək mənasını, ziyarət etmək mənasını özündən sonra to istəmir. Amma görsən, burada bunun to-su yoxdur. Niyə? Çünki noundur. Nounda sən mak-mək demirsən axı. Nounun mak-məki yoxdur deyənə, bundan sonra sən to deyirsən. Başa düşdün? Əslində, bunu izahə belə deyil. Prosto yadda saxlamaq üçün belə bir şey uydurmuşam. İndi burada bu verbdirsə, neyəcək? Dedi ki, to istəmir. Davay da, boşluq ver. Yəni, bu sadəcə olaraq ya özündən sonra to istəyəcək, ya da ki, heç nə istəməyəcək. Answer və visit. Yaxşı.
Burada da nə oldu? A variantı. Niyə? Çünki bu verbdir. Bu qədər bəsit bir qayda. İndi keçirik 21-ə. 21 maraqlıdır. Deyir ki, be quick. Tələs. 22 də eynisindəndir. Deyir tələs. The bus arrives. Avtobus çatır. 10 minutes. 10 dəqiqə. 10 dəqiqənin çatır. Olmayacaq. 10 dəqiqəyə çatır. İndi sən fikirləşə bilərsən ki, 10 dəqiqəyə düzdür. Azərbaycan dilində düz deyirsən. 10 dəqiqəyə deyəndə düz çatır. Düzdür. Amma bu ya Aə bilsən nətər Aədir? İstiqamət bilirim. Məsələn, deyirsən, məktəbə gedirəm. Oradakı Aədir. Məsələn, deyirsən ki, bu kitabı Alsuya verirəm. Görsən, istiqamət göstərdin. Ancaq sən burada 10 dəqiqəyə gəldiyində, yəni 10 dəqiqə, elə bil ki 10 dəqiqənin tərəfinə gedirəm də, elə başa düşməlisən. Bu səhvdə axı olmaz. 10 dəqiqə ilə gəlir. 10 dəqiqə ilə necə gəlsin? 10 dəqiqənin üstündə gəlir? Yox. 10 dəqiqənin içində, 10 dəqiqə ərzində gəlir. Başa düşdün? Super. İzaha gedib baxmısansa bu testləri də burada beləcənə mənlə bir yerdə işləyəcəksənsə, sənin üçün super olacaq. Hə, 27 elə bir sualdır ki, bu maraqlı bir sualdır. Bunu baxan kimi başa düşmək üçün sən gedib bilməlisən interrogative sentences. Belə də ki, sənə deyirəm. Biri var why deyə soruşarsan. Niyə? Bir də var belə soruşarsan. Sənə verə what, dım, sonunda da verə for. Və burada nə, üçün, yəni ki, niyə, bir də buradakı niyə deməkdir də. Görsən, bir-birinə bərabər oldularmı? Ona görə də burada olur for. Bu. Daha sonra. To be good at. Yadında saxla. Həmişə bunu yadında saxla. Nədənsə yaxşısansa, bu konkret bu cürdür. Bunun bir izahı yoxdur. Deməli, to be good at ya da ki to be bad at və yaxud da ki bad deməz nədirsə terrific deyərdim, nəsə dəhşətli də, yəni məsələn awful A-W-F-U-L good deməz deyər ki nədirsə brilliantdır da, bir deyər ki to be brilliant at, excellent at. Başa düşdün, indi burada qəşəng sözlər deyəcək. Sən orada sən bura at deyəcəksən. Keçən il bax mənim preposition videoma gedib baxa bilərsiniz. Preposition videomda daha çox nələrin üstünü dayanmışam, daha çox nələrdən nümunə gətirmişəm. O da gəldi, imtahana düşdü. Ona görə yəni ehtiyatlı olun. Həmçinin dərslərdə nə qədərlərini demişdim. Onlar da gəldilər, düşdülər. Hansılar düşüblər, mən onları paylaşmışam öz Instagram hesabımda. Gedib ora baxa bilərsiniz. Bir də ki, dərsləri yazılmaq üçün 050 857 46 15 nömrəsi ilə əlaqə saxlayın. Sizə cavab verəcəm. Bu şəkildə və burada at götürürsən. İndi deyəsən ki, bu to be nədir? To be nə olacaq? To be indiki zamanda əmizardır. Əmizar. Keçmiş zamanda was were-dır. Gələcək zamanda shall və will olacaq. Buradakı shall ikidən lısı var. Bu xətdir, slash'dır. Bu şəkildə, okey? Belə. Burada maraqlı bir sual qoy, bunu deyim. Interested in. Deyir ki, sən siyasətlə maraqlanırsan. Siyasətdən maraqlanırsan, siyasətin ilə demirsən. İlə with. Siyasətin yanında yox, siyasət üçün yox, siyasətin içindəsənmi? Sən deyirsən ki, mən bu işin içindəyəm. Siyasətin içindəyəm. Yəni maraqlanıram. Başa düşdün, elə başa düşə bilərsən. Sonra. Shelf nə deməkdir? Şkaf. Plate nə deməkdir? Qap. Qap şkafın üstündə olacaq da. Oyun. Deyir ki, there are a lot of plates on the shelf. Şkafın üstündə çoxlu platelər var. Şkaf nədir? Şkafın harasına qoyursan? Şkaf düz bir səthdir də, düzdür. Sən stol götür. Stol deyəndə yəni masada, bu masa deməkdir. Yemək yeyəndə dolmanı hara qoysan? Masaya qoysan. Chair nədir? Chairda da oturursan, düzdür? Oturacaq yazım. Bura stol çoxu qarışdırır bəzi uşaqlar. Ona görə Azərbaycan ilə normal şəkildə yazaq. Yəni ki, belə. Necə ki, stol, yəni masa. Sən üçün düz bir səthdir. Məsələn, bunun üstünə belə kitab qoyursan. Kitabı normal çəkə bilmirəm. Sizdə belə bir şey. Bu da eynisi. Okay? Bu şəkildə. Yəni, burada məsələn, with olmayacaq ilə, şkaf ilə qabdır.
From'dan dən. To istiqamət göstərmişsən. Into isə içinə deməkdir. In içində. Into içinə. Okay? Sonra. Burada bilsə nə deyir? Deyir ki bridge körpü. Körpü. Burada baxsan road yol. Yol körpün harasında olur? Altında. İndi bax. Yol körpünün içində olası deyil. İçinə olası deyil. Üçün deyil, ilə deyil də. Altında ola bilər də ən maksimal variant. Deyir ki Jim saw several police cars across the road under the bridge. Deyir ki körpünün altında yol boyunca bir neçə polis maşını gördüyüm. Bu. Burada sən görsəniz ki, sən burada cümləndə, sən cümlədə, variantlarda, qulaq as mənə. Variantlarda sən deyirsə, out of deyirsə və yaxud da qulaq as. Sənə cümlədə out of deyirsə ya da ki into deyirsə, həmişə fikir ver. Nəyə fikir verirsən? Burada bunu işarələyək, burada bunu işarələyək. Buna fikir ver. Out of deyirsə sənə variantda ya da ki into deyirsə həmişə fikir ver buna. Birdən bu olar cümlədə. Put olsa into olacaq. Take olsa out of olacaq. Bu niyə belədir? Deyir ki take your things, deyir əşyalarını götür out of your suitcase. Out of xaricinə deməkdir, xaricinə. Out of your suitcase. Yəni ki çimadanının xaricinə çıxart öz əşyalarını. Yəni çimadanın içindən çıxart. Bu deməkdir. Put your things into the drawer. Drawer bilsə nə demək? Çəkməcə. Çəkməcə, yəni sürmə, paltarların qoyduğun yer. Deyir ki, əşyalarını qoy into the drawer. Çəkməcənin içinə qoy. Başa düşdüm, məntiqi budur. Qayda suallarımıza. Take de seni bizim üçün burada out of olacaq. Bunun tərcüməsi nədir? Kommentlərdə yazın. Baxaq, 65. Burada nədir? Think desə think ilə of işlənə bilər dostlar. Bəzi şeylər var ki izahı var, bəzi şeylər var ki onların izahı yoxdur. Think of'un izahı yoxdur. The students think of her as a successful teacher. Burada maraqlıdır. Bu cümləni tərcümə eləyib kommentlərdə yazarsın. Maraqlı bir cümlədir. Sonra, niyə maraqlı bilmirəm. Prosta yəni motivasiya eləyə biləcəkləri, oluna biləcəkləri müəllimlər var. Ona sevindim. Nümunəni çox ciddi alıram, elə bil. Nəysə. Deyir ki, bizim üçün burada. Bu çox bəsitdir də. Cümlənin sonunda day varsa, bax fikir ver. Sən burada article veribdir. Və bu article day sözünə görə var. Bilsən hardan bildim? Hot nədir? Adjectivedir. Summer nədir? Yay deməkdir də. Yay fəsli, düzdür. Amma burada bu da adjective olur. Burada əslində bu adjective olmamış olur. Bilsən nəyə fikirləşdin bir anlıq? Bilsən deyirsən ki, torpaq qaşıq olmur bala. Məsələn, polad qaşıq. Polad qaşıq sözündə qaşıq noundur. Bu da polad nədir? Noundur. Amma əslində nounun qabağına gəldiyinə görə bu adjective çevrilir. Əslində fikirləşdim, amma bu əslində elə deyil. Elə də fikirləşə bilərsiniz, amma ən gözəl variant bu olar. Bunun izahının buradakı birinci noundur, buradakı da ikinci noundur. Ona görə ikinci nounu əsas götürürük. Əslində elə mən deyənə gəlib çıxır. Elə bayaqlar burada dediyim izaha gəlib çıxdı. O polad qaşıq izahına gəlib çıxır. Elə eyni izahdır uşaqlar. Eyni izahdır. İkinci noun deyirik götür. Bu eyni izahdır. Əla. Ama şimdi ona görə də burada day sözünü götürürsə. Yəni iki dənə isim yan yana gələndə ikincisini götürmürdük. Bunun izahını vermişdim nounda. Burada article var. Yəni sən buradakı əsas sözün nə oldu? Day sözü oldu. Deməli gəl burada on götür. Harda day sözünü görsə, məsələn Tuesday deyir. Götür orada on. Monday deyir. Get orada on. Yaxşı? Bu şəkildə. Sonra burada sənin üçün burada da on olacaq. Çünki burada deyir ki January morning.
yani yanvar. Burada da biraz oxşardı. Bu adjectivedir, bu heç. January, yani yanvarın səhəri. Düzdür? Yanvarın səhəri də bir gün kimi hesab edildiyinə görə sən burada on götürəcəksən. Mən bilirəm ki, bəzilərimiz gedib bunu in götürəcəklər. Amma uşaqlar, in morning yoxdur, in the morning var. Düzdür? Bir də in the morninglə birlikdə in the ilə birlikdə günün digər hissələri var idi. Onlar hansılar idi ki, onlar da in the ilə istifadə olunurdular və bir neçə dənə də var idi, at ilə işlənirdi. Onlar hansılar idi? Weekend və weekdays necə yazacaqdik, hansı preposition'a qoyacaqdik onlarla. Onları da kommentdə yazsaz, sevinərəm. Sonra burada 69 asandır. Has been görürsüz. Bəziləri rahatdır, bəziləri biraz challenge edir. Və sizi başa düşürəm. It's okay. Əsas odur ki, həmişə test işləyəndə mən izah verirəm ya müəlliminiz izah verir, fərqi yoxdur. Özünüzü o şəkildə yetişdirin ki, məsələn 69 izah elədimsə, elə vəziyyətə gəl ki, 69-u özünə izah eləyə bilirsənsə artıq, demək ona başa düşmüsən və imtahana düşəcəkdir həmin o sual və sən onu yazacaqsan. Buna əmin ol. Has been bizim üçün burada nədir? Present perfectdir. Və bizim üçün burada 3 weeks deyir, 3 həftə deyir. 3 həftə deyirsə biz burada nə verəcəyik? For verəcəyik. Çünki fordan sonra time gəlirdisə, müddəti göstərirdi. Deyir, məsələn, 3 həftədir ki, mənim qardaşım xəstədir. Amma burada, məsələn, dəqiq tarix desəydi, məsələn, orada since olardı. Düzdür? Since çünki başlama nöqtəsini göstərir. Məsələn, bundan 3 həftə əvvəl atıram, deyək ki, oktyabrın 3-üdür, atıram tamamilə, dəqiq bilmirəm. 3 həftə əvvəl oktyabrın 3-üdürsə, bu artıq başlama nöqtəsini göstərib. Ona görə burada since olardı. Amma burada deyir 3 həftədir. Mən nə bilməm 3 həftə əvvəl hansını deyir. Bəlkə bu indi hal-hazırda şəxsən 2025-dir. 2025-dən də 3 həftə əvvəl hesablasa oktyabrın 3 olar da. 2023-dən bəlkə danışır. Orada ucu başqa 3 həftə oldu axı. Yəni dəqiq bilmirsən də, qısacası başa düşdün. Ona görə burada yəni for versən. Davam edirəm. Aha. Maraqlı bir cümlədir. Burada da bizim üçün deyir ki, he's getting higher education. Ali təhsil alır. Təhsil alır. Leaving his job. İşini tərk etmək. Etməkdirmi, edərəkdirmi? İndi ona birazdan qərar verəcəyik. Deyir ki, o ali təhsil alır ki, to leaving. Birincisi to leaving diye bir şey yoktu. But to ing. Bunu biz gerundda keçirik ki to ing. Böyle bir şey yoktu. Of onion qoysan bu cümlənin yerinə qoy oturası deyil. At leaving his job. Bu məzəli çıxır. Deyir işini tərk eləməkdə həm də dadə mənasına gəlir. Uşaqlar bir də bunu qeyd edeyim sizə. In, on, at. In içində, on üstündə, at yanında həm də hamısına dadə var fikir ver. Deyir ki, işini tərk eləməkdə ali təhsil alır. Come on. At university desə deyərik ki, hə də, yəni universitetdə ali təhsil alır. Məntiqlidir. Yəni burada with ya da without. Burada without olacaq. Deyir, ali təhsil alır, işini tərk eləmədən. İşini tərk eləmədən ali təhsil alır. Çünki burada leave sözü var. Leave sözü without leaving. İşini tərk etmədən. İşini tərk edərək. With leaving. Məzəlidir. İşini tərk edərək ali təhsil alır. Eyni zamanda bu necə eləyir? İşini tərk eləmədən. Sonra qoy görüm digərində. 72 bayaqki kimidir. Görürsüz? On a cold January morning. Yəni ki, soyuq yanvar günündə, soyuq yanvar səhərində. Görürsən? Bu şəkildə düşünmək olur. O səbəbdən on olar. Daha sonra yes, day sözünü gördümsə, mən burada on götürə biləcəm. Çıxdım, ya variantı. Gözəl. Bizim üçün deyir ki, it is very nice near the sea on a hot day. İsti bir gündə dənizin kənarında olmaq yaxşıdır. Gözəldir, xoşuna gəlir də bunu demək istəyir. Bu nə gözəl. In the evening. Sənə həmişə nöqtədən sonraya bax, o şəkildə buna qərar ver. Bayaqları mən sizə demişdim ki, in the ilə olan digər günün hissələrini qeyd edin. Onlardan birisi də in the eveningdir. İndi ikinci hissədə in olursa çıxdım. Burada olacaqda go on.
The children decided to go on an excursion in the evening. Bəs yaxşı, mən hardan bildim bu nədir? Ekskursiyaya getməyə qərar veriblər axşam uşaqlar. Mən bunu hardan bildim? Çünki mən bunu yadımda saxlamışam. Gəl o həmin hissəni sənə göstərim. Mən bunu izahda göstərmişəm. Buradakının hamısı əzbər deyil. Amma bəziləri var ki, yadda saxlamalıyıq. Onları əgər ki istəsəniz seçərəm. Ola bilsin ki, mən bu il sürət qruppam olacaq yenə də. Sürət qruppanın uşaqlarına bunları seçib göstərərəm ki, burada hansılar yadda saxlanılası. Çünki hamısı elə deyil. Bəzilərinin izahı var, bəzilərinin yox. To go on excursion, ekskursiyaya getmək. To go on a business trip, əzəmiyyətə getmək. Yəni ki, işgüzar səyahətə çıxmaq. Yəni biznes üçün harasa getmək. Yəni mən bunu buradan bildim. Bu şəkildə. Bunu belə kənara alaq. Lazım olsa yenə göstərərəm sizə nəsə. Davam eləyək. Burada maraqlıdır. Niyə? Çünki bizim bəzi feillərimiz də var ki, onlardan sonra ümumiyyətlə preposition gəlmir. Çıxdım ya variantı. Gəl indi onu mən sənə göstərim ki, onlar hansılardır. Və indi mən sənə göstərdiyim hissələri çalış ki, deməli, səsli bir şəkildə oxuyasan. Belə. Gəl bir baxaq. Hardadır bu söz? Bax, buradadır. Tell deməkdir. Tell. Burada isə bunun keçmiş zamanı yazılıb. Told. Tell'in keçmiş zamanı told olur. Feilin ikinci və üçüncü halında, bu isə feilin birinci halında belədir. Bu şəkildə. Deyir ki, onlar Daniela hər şey dedilər. About the last meeting. Yəni ki, sonuncu görüş haqqında şey dedilər. Və sonuncu mənasını verəndə the last mənasında the article gəlir. Amma yox, əgər ki, keçən, yəni zaman anlayışı versə, last sözünün qabağında the article gəlmir, zaman anlayışı bilirsə. Amma sonuncu mənasını versə, the last olacaq. Bilirsən də ki, sonuncu hansıdır? The last meeting, bilirsən ki, hansı görüşdən söhbət gedir, ona görə. Burada maraqlı bir sual var. Bizim üçün burada Q var. Q varsa həmişə adına saxla T olur. Bir dənə bilsə nə vaxt olmur? Bax, bu variantda olmur. Home. O da niyə olmur? Çünki sən evinin harada olduğunu bilirsən deyə bir dəfə də ora istiqamət göstərib. İstiqamət bildirən şeydir axı bu. Preposition'da şəkilçidir bu, düzdür. O səbəbdə yəni sən burada T vermirsən. Amma bir dənə burada belə verirsən. Və bir dənə fikir verib burada nə var? Go business. Bayaqları mən sənə göstərdim, dedim ki, burada nə olacaq? On olacaq. Burada indi trip sözü yoxdur, amma hər bir şey olacaq deyə bir şey yoxdur. Go varsa kifayətdir. Deyəsən ki, burada araya niyə bu girib? Araya bunu qəsdən verir də sənə. Hətta məsəl üçün yadınıza salım ki, məsələn deyirək, the number of da, indi burada the tıdırsa, burada xəbər də tək olurdu. Ya da ki, elə yada saxlamaq olar ki, the article kainatda tək olan şeylərin qabağında istifadə olunurdu deyənə xəbər təkdə olur. Amma a number of olanda nə olurdu? Bir sıra mənasına gəlirdi deyən, bir sırada da çox şey olurdu, xəbəri cəmdə olurdu. İndi sən burada verə bilirdi ki, a great number of, burada verirdi ki, great number of, böyük mənasında, the great number of falan filan belə verirdi. Və bunu da buradakı play sözünü də normalda axırda gətirməlidir də SVOPT qaydamıza görə, düzdür? Amma place-i gətirib burada qoymaq olur. Maraqlıdırsa, belə bir video çəkə bilərəm sizin. Çünki place nə zaman əvvələ gələ bilər? Hansı variantlarda? Bu maraqlı bir sualdır. Ona görə biz burada rahat bir şəkildə on verə bilirik. To and on. If you go to Paris on business, yəni biznes üçün gedirsənsə Parisə, try to see all the places of interest there. Yəni maraqlı olan yerlərin hamısını görməyə çalış. Maraqlıdır. Müəyyən sualları biz burada izah elədik. Çalışaram bundan sonrakılardan da müəyyən suallar izah eləyək. Belə, bu şəkildə. Çalışacağım ki, bir də preposition'dan imtihana düşə biləcək tipalı suallar da sizə izah edeyim. Bunlar zaten imtihana düşə biləcək tipalılardır. Amma düşmüşlər olsun, konkret düşmüşlər olsun. Onlardan istəyirəm ki, yenə də izah edeyim. Necə ki, dünən Telegrama zaman haqqında və əlbəttə ki, WhatsApp qrupama, Instagramdan izləməyi unutmayın, TikTokdan izləməyi unutmayın. Daha sonra
Telegramdan və WhatsApp kanallarımızda da olmağı unutmayın. Hamısı linki açıqlama hissəsində var. Yəni bu şəkildə. Deməli, o hissələrdə orada necə ki paylaşmışam ki, zamanlar haqqında keçə vəsaitlər vermişəm. Preposition üçün də eynisini eləməyə çalışacağam. Belə, videoların davamlı olması üçün nə etmək lazımdır? Videomu bəyənməyi unutmuruq, komment yazmağı unutmuruq, abunə olmağı da unutmuruq. Belə, təşəkkür edirəm, sağ olun, özünüzə yaxşı baxın.